Salam hörmətli izləyicilər, bir həyətdə 2 ev. 24 sotun içindədir, sənəddə 22 sotdur. Şəxsi tikilidir ikisi də. Əvvəl bu ev tikilib, hardasa 2010-cu ildə. Bu da 2007-ci ildə, səhv eləmirəmsə. Evin də kupçası var, torpağın da kupçası var. Yəni hamısı qaydasındadır. Bu hardasa 150 kvadratdır. 150 deyil, 155. Bu da 125 kvadrat. Belə köhnə hovuzu var, çay hovuzu. İndi belə hovuzlar olmur. Buna bax. Görünə qəşəkdir. Bəli. Fontan, fontan. Fəvvarə. Deməli, Vişnyovkada, Alballıqda, İdgət tərəfdə olan. Gəl bura bir dənə baxaq həyətinə. Evi göstərəcəm. Burada bax, manqalı. 255 mindən çıxartdıq satışa. Manqalı. Bura kombisizadı buradadır. Kombisizadı buradadır. Ehtiyac yoxdur. Həyətin çəkə görsədək. Əsl bağ evi də yəni. Əsl bağlı, bağçalı, güllü, çiçəkli, tut ağacıdır, kaçelyalar. Bu nədir belə? Deyə bax bu. Bəzək üçün düzəldir belə. Tıspağadır, tıspağa. Orada da bax belə bir otaqdır. Kladovkası və s. və ilaxır. Həyəti kvadratdır. Baxımlı həyətdir ya, baxırlar. Suyu varıdır. Deməli, sol, sağ. İndi otaqlara baxacağıq. Yay mətbəxini gördünüz. Burada da bax belə bir parnik kimi belə balaca düzəldib. Nəsə, düzəltmək olar üstünü. Kim alsa Allah xeyir versin. Verandası. Fontanı işləyir bana. İşləyir. İnşallah birinci bu evin içine baxaq. Giriş qapısıdır. Bu evə baxaq, sonra bu evə baxaq və salam. Təbii ki, indirim olacaqdır. Sənədlər qaydasındadır da yəni. Evin də, torpağın da, evin də, ikisinin də kupçası var. Gedək. Stop, pauza. Gəl. Birinci mərtəbəyə baxaq. Burası sanuzeldir. Belə bir geniş hamam tualeti var. Bura yataq otağıdır. Taxta apşıfkadır. Patolog. Bax. Yəni ikinci mərtəbəsi mansard tiplidir, səhv eləmirəmsə.